Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. وعلى آله الأطيبين الأطهرين المنتجبين سيما بقية الله في الأراضين. اللهم إنا أحمدك وأستعينك وأستغفرك وأتوكل عليك. والسلام على أئمة المسلمين وحماة المستضعفين وهداة المؤمنين. أوصيكم ونفسي بتقوى الله. Özümü ve aziz kardeşleri, cümle iştirakçılarını ilahi təqvaya riayət etməyə dəvət edirəm. İmam Əli əleyhissalam təqvalıları vəsf elədiyi xütbədə ki, ardıcıl olaraq cümə xütbələrində xüsusiyyətləri bəyan edirik. Onların bir xüsusiyyəti də təqvalıların haqq tələb və ədalətli olmalarıdır. Həzrət onlar barədə belə buyurur: "La yahyifu ala man yubghid və la ya'samu fi man yuhibb." Kimdən ki düşmənçiliyi var, kimdən ki nifrəti var, onlara qarşı heç vaxt zülm eləməz. Onlara qarşı həddini aşmaz, ədalətsizlik eləməz, insafsızlıq eləməz. Hətta düşməni olsa da belə. Düşməni olsa da o ədaləti, haqqı qoruyub saxlayar. Və bunun əksi olaraq, kimi ki çox istəyir, çox sevir, onun barəsində də günaha düşməz. Haqqı deyər, meyarı dosta, düşməndə haqqdır. Fərqi yoxdur, dostu da olsa haqqı deyəcək, düşməni də olsa haqqı deyəcək. Əlavə sözləri düşmən barədə deməyəcək. Olmayan şeyləri dostu barədə deməyəcək. Haqq mehvərdir və bu durduq yerdə deyilməyib ki, Nəcül Bəlağa həqiqətən Quranın qardaşıdır. Eyni ilə Quran ayələrinə uyğun bir sözdür. Allah Teala bu barədə buyurur: "Və la yecrimənnəkum şənə'an qavmin alə əllə tə'dilu." Bir qrupla düşmənçiliyiniz sizi ədaləti icra etməməyə vadar eləməsin. Yəni, düşmən olsaz belə ədaləti riayət edin. Və başqa bir ayədə yenə vurğulanır: "Və izə qultum fa'dilu və ləv kənə də qurbə." Bir söz deyən zaman, danışan zaman çalışın ədaləti qoruyasınız, hətta yaxın qohumlarınız olsa belə. Allah inşallah bizləri də təqvalılardan qərar versin. Onların bir xüsusiyyəti də bu idi ki, onların dostluğu da, düşmənçiliyi də haqq meyarı əsasındadır. Mübarək Ramazan ayında, Allah ayında qərarlaşmışıq. Birinci xütbədə əziz İslam Peyğəmbəri Həzrəti Muhammed Allahümme salli ala Muhammed ve ali sallallahu aleyhi və alihi və səlləmin mübarək Şəbaniyyə xütbəsinə işarə edirdi. Keçən xütbədə Həzrətin tövsiyələri var idi oruc tutanlar üçün. Ki, onun xülasəsi bundan ibarət idi ki, insan yalnız ac qalmaq, susuz qalmaqla deyil, bütün bədən üzvlərindən çalışmalıdır, oruc olsun. Və əsl oruc, həqiqi oruc da bu məsələyə riayət eləyənlərə aiddir. Bugün xütbənin ardından bəzi mətləblərə işarə edəcək. Yanzurullah əzzə və cəl fiyha bir rəhməti ilə ibadih. Bu ayda Allah Teala rəhmətlə nəzər edir öz bəndələrinə. Həzrəti Peyğəmbər buyurur: "Yucibuhum idə nəcəfhu və yuləbbihim idə nədəfhu və yəstəcibu ləhum idə dəəfhu." Onunla münacat eləyən zaman, Allahı çağıran zaman, dua eləyən zaman onun duasını qəbul edir.
Ya eyyuhen nas inna enfasakum merhunetun bi a'malikum fekuffuha bi istiğfarikum. Ardınca Həzrət buyurur, ey insanlar, sizin canlarınız əməllərinizin girovundadır. Bu sözün mənası bundan ibarətdir ki, insan müxtəlif əməllər yerinə yetirir. O əməlləri insanın nəfsini girov götürür. Baxın, bəzən insan o əməllərinin nəticəsində formalaşır. O əməlləri onun şəxsiyyətini formalaşdırır. Nəfsi o əməlləri əsasında formalaşır. Həzrət buyurur ki, istiğfarla azad edin, o girovdan çıxardır. O bəzi mənfi, pis əməllər səbəb olub ki, bu formada formalaşasınız. Girov götürübdür bu əməllərini, sizin nəfslərinizi. Onu istiğfarla azad edin. Bağışlanma, həqiqi istiğfarla, həqiqi tövbə ilə nəfsinizi bu girovçuluqdan çıxardın. Və zuhurukum səqilətun min əvzalikum. Sizin çiyinləriniz, beliniz günahlar nəticəsində ağırlaşıb. Ağır olub günahlar nəticəsində beliniz. Fəxəffifu anhə bitulüş sucudikum. Çox önəmli Həzrətin tövsiyəsidir, dinimizin tövsiyəsidir. Uzun səcdələrlə yüngülləşdirin. O ki, ağırlaşır beliniz günahlar nəticəsində, uzun səcdələrlə onu yüngülləşdirin. Din alimlərinin çox tövsiyə etdiyi məsələlərdən biri budur. Bəzi alimlər deyirlər, hətta çalışın gün ərzində bacarsaz bir dəfə uzun səcdəniz olsun. Cəmaat içində ehtiyac yoxdur. Amma insanın şəxsində, özündə gərək gün ərzində səcdə yerinə yetirsin. Və bunun fövqəladə təsiri var. Həzrət buyurur ki, o ağırlıq ki, çiyinlərinizdə, belinizdə var, onu uzun səcdələrlə yerinə yetirin. Səcdə insanın Allaha ən yaxın olduğu hal olaraq rəvayətlərdə qeyd olunur. Və bu səcdədə də müəyyən zikirlər tövsiyə olunur. Bu zikirlərlə insan Həzrətin bu tövsiyəsinə əməl edə bilər. وَعَلَمُوا أَنَّ اللَّهَ تَعَالَى ذِكْرُهُ أَقْسَمَ بِعِزَّتِهِ أَنْ لَا يُعَذِّبَ الْمُصَلِّينَ وَالسَّاجِدِينَ. Peyğəmbər Əkrəm buyurur ki, Allah öz izzət və cəlalına and içib ki, namaz qılanları, həqiqi namaz qılanları və səcdə edənləri əzab eləməz. وَأَنْ لَا يُرَبِّعَهُمْ بِالنَّارِ يَوْمَ يَقُومُ النَّاسُ بِرَبِّ الْعَالَمِينَ. Əzab eləməz və onları cəhənnəm atəşindən qoruyar. Ardınca Həzrət iftar verməyin əhəmiyyəti barədə buyurur. Əyyuhən nas, mən fəttərə minkum saimən müminən fi hədəşşər, qanə ləhu bidəlikə indəllahi əzzə və cəllə itqu rəbəbətin və məğfirətun limə məzə min zunubihi. Kim bu ayda bir dənə müminə iftar versə, qul azad etməyə bərabərdir və onun bütün keçmiş günahları bağışlanar. Bir nəfər dedi ki, ya Rəsulallah, ləysə kulluna yəqdiru alə dəlik. Ey Allahın Rəsulu, bizim hamımızın buna gücümüz çatmır, iftar verə bilmirik. Həzrət buyurdu, ittəqunnar vələv bişikki səmərətin, ittəqunnar vələv bişərbətin min ma. Bir yarım xurma ilə olsa belə, su ilə olsa da belə, bu işi yerinə yetirir. Şərt deyil, insanın çoxlu var dövlət olsun və geniş süfrə iftar eləsin. Nəyə gücün çatır, onunla da çalış, iftar verəsin. Əyyuhən nas, mən həssənə minkum fi hədəşşər xuluqəhu kənə ləhu cəvazən aləs-sirat yəvmə təzillu fihil əqdam. Həzrət ardınca belə buyurur ki, kim bu ayda əxlaqını gözəlləşdirsə, Sirat körpüsündə ki, insanın əyaqları büdrüyür, oradan büdrəmədən keçər.
Həzrət bildirmək istəyir ki, bu ayda ən önəmli işlərdən biri insanın özünün əxlaqını düzəltməsidir. Mən xəffəfə fi həzə şər'ən mə mələkət yəminihi xəffəfəllahu aleyhi hisabə. Bəzi insanların işçiləri, əlaltıları ola bilər. Həzrət buyurur, kim bu ayda onlara Ramazan ayında yüngül tutsa, onlara şərait yaratsa ki, bu ay orucluğa görə, digər məsələlərə görə bəzi işləri yerinə yetirsinlər, Allah da qiyamət günü həmin şəxsin hesabını yüngül eləyər. Başqa bir həzrətin bəyanı budur ki, kim bu ayda yetimə yaxşılıq eləsə, yetimə nəvaziş eləsə, Allah Teala qiyamət günü kəramət bəxş eləyər həmin şəxsə. Və mən sallə fihi və mən vəsələ fihi rəhiməhu vəsələhullah bi rəhmətihi yevmə yəlqahu. Kim bu ayda o kəsilmiş əlaqəni bərpa eləyər, qohumlarla, Allah da onu öz rəhmətinə qovuşdurar. Kim özünü qovuşdursa, o kəsilmiş, pozulmuş əlaqələrdən Allah da onu rəhmətinə qovuşdurar. Və mən qətəə fihi rəhiməhu qətəallahu anhu rəhmətəhu. Kim də əksinə onunla əlaqəni kəssin, Allah da öz rəhmətini qiyamət günü həmin şəxsdən kəsər. Müstəhəb namazlara təkid edib, Həzrəti Peyğəmbər buyurur ki, bu ay müstəhəb namaz qılsa, onun üçün oddan və cəhənnəmdən azadlıq yazılır. Və mən əksərə fihi minəs-salati aleyyə səqqəlallahu mizanahu yevmə təxifful məvazin. Hər kim bu ayda mənə çox salavat göndərsə, Allah Teala əməl tərəzisini həmin şəxs üçün ağır qərar verər və tərəzisi, əməl tərəzisi ağır olanlar səadətə çatanlardır. Muhammed və Ali Muhammedə salavat zikr edir. Allahümme salli ala Muhammed və Ali Muhammed. Bu son Həzrətin tövsiyəsini də bəyan edeyim, birinci xütbənin sözümü yekunlaşdırım. Mən təla fihi ayətən minəl Qur'an kanə ləhu mislə əcri mən xətəməl Qur'an fi qeyrihi minəşşuhur. Kim bu ayda bir ayə oxusa, digər aylarda bir Qur'an xətm eləməyə bərabərdir. İndi təsəvvür edin ki, bir adam Quran xətm eləsə, bunun əcri və savabı nə qədərdir? Bir ayə bir Quran xətminə bərabərdirsə, bir Quran xətm eləmək əcrini özünüz təsəvvür edin. Allah inşallah Həzrətin bu tövsiyələrinə bizi əməl edənlərdən qərar versin. Allah Teala bizi həqiqi oruç tutanlardan qərar versin. Allah Teala İmam Zaman salamın aleyhin zuhurunu təcil eləsin. Bismillahirrahmanirrahim. İnna anzalnahu fi leylatil qadr və ma adrake ma leylatul qadr. Leylatul qadr xayrun min alfi şəhr. تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر صدق الله العلي العظيم.